Aran Qarabağda çoban kəkliyi tanımayan az olar. Ömrünün 20 ildən çoxunu çobanlıq edən Kəklik Əhmədova bu peşəni seçən bəlkə də yeganə qadındır. Ağcabədi rayonunun Hüsülü kəndində çoban ailəsində anadan olan Kəklik Əhmədova 1973-cü ildən kolxozda çoban kimi fəaliyyətə başlayıb. O, kolxoz dağıldıqdan sonra 1993-cü ildə Kəklik tam sərbəst icarə kollektivi, 1996-cı ildə isə fərdi fermer təsərrüfatını yaradıb. Biz qoyunları yaylaq vaxtı Kəlbəcər rayonunun Yüzbulaq yaylaqlarında saxlamışıq. Qışlamız da elə öz Ağcabədi rayonunda olurdu. Mən yaxşı işlədiyimə görə qabaqcıl çoban kimi orden, medal, Lenin Komsomol mükafatı laureatı, SSR nailiyyətləri sərgisinin qızıl medalı və cürbəcür orden medallarla məni tərtib ediblər. Qoyunçuluqla yanaşı pambıqçılıq, taxılçılıqla, bostan tərəvəz yetişdirməklə də məşğul olub. Bugün yaşından 60 ötməsinə baxmayaraq at belində sürüyə baş çəkir, cavan çobanlara məsləhət və tapşırıqlar verir. Onun təsərrüfatında çalışan cavanlar həm də rayonun Çövkən komandasının üzvləridir. Onların çapar kimi yetişməsində Kəklik Əhmədovanın əməyi böyükdür. Kəklik xanımın təsərrüfatında heyvandarlıqla yanaşı kənd təsərrüfatının digər sahələri də inkişaf etdirilir. Xanım Nəğiyeva, Tahirə Məmmədov, Nail Babayev, Azərtac, Ağcabədi.